əvvəl mən Diktator TV-dən bloger Manav Cəlilizadə ilə söhbət etmişəm. Manav bəy, siz nələri müşahidə etməkdəsiniz? Yəni bu deputatların irəli verilməsi, bunlar Aşpa ilə bağlı deyirlər ki, bəs güya qardaşlığımız ümumiyyətlə güya ki imtahana çəkilirmiş. Niyə Türkiyə səs vermədi? Güya ki Aşpa bizdən acıq çıxır, əraziləri azad etdiyimizə görə və s. Siz nələr görürsünüz? Əvvəla təşəkkür edirəm Sevinç xanım, izləyicilərə salamlayıram. Hər zaman, əslində mən belə deyərdim, hər zaman olduğu kimi İlham Əliyevin, belə deyim də, necə ki Rusiyada Jirinovski, Putinin, belə deyim də, danışan dili etsə, bu gün də Azərbaycanda deputatlar, hamısı İlham Əliyevin demək istədiyini deputatlar vasitəsilə deyir. Yəni, başda Zahid Oruc olmaqla, digər deputatlar dərhal, belə deyim də, indi səsləndirəcəm, bir iti hürdürməyə bərabər bir şeydir. Yəni, Azərbaycan Milli Məclisi bu dəqiqə bundan ibarətdir. Hədəf, mənə çox maraqlıdır ki, burada artıq Türkiyəni hədəf alıblar. Bir zamanlar qardaşlıq ellərdir, nə bilim, 2-ci Qarabağ Savaşında birlikdə zəfər çaldıq. Ərdoğanı gətirdirib öz yanında paradda 30-dur, nə bilim, Milli Məclisə gətirdir. Türkiyəni İlham Əliyev, mən demirəm, yenə deyirəm, bu şəxsən İlham Əliyevin öz sözüdür. Necə olur ki, burada o bir söz var, deyir, qara pişik keçdi bunların arasından. Nə baş verdi ki, İlham Əliyev artıq Türkiyəni hədəf almağa başlayır. Avropa Parlamenti hər zamanki kimi olub da, yəni əgər Avropa Parlamenti Azərbaycandakı insan haqlarından danışırsa, siyasi məhbuslardan danışırsa, işgəncələrdən danışırsa, dərhal İlham Əliyev deputatlar vasitəsilə hərəkətə keçir və Avropa Parlamentinə hədəf almağa çalışır. Sanki belə deyim də, belə bir şey həqiqət yoxdur, Azərbaycanda güllük gülsüzanlıqdır, Azərbaycanda siyasi məhbus yoxdur, işgəncələr yoxdur. Amma yenə deyirəm, burada Türkiyənin hədəf alınması mənim özümə də qaranlıq bir məqama çevrilib ki, necə olur ki, İlham Əliyev Türkiyəni hədəf alır? Nəyi İlham Əliyevdən, Ərdoğanın nəyi düz gətirmədi? Aralarında hansı çəpləşmə oldu? Aralarında hansı bir problem yarandı ki, İlham Əliyev bugün Türkiyəni deputatları vasitəsilə? Amma sizə bir şey deyim, təbii ki, mən bilmirəm, bu bir şou da ola bilər, hər zaman belə olubdur. İlham Əliyev demək, hansısa səhv etmirəmsə, Avropa Parlamentinin nümayəndəsi idi, Avropa Komissiyasının nümayəndəsi. Azərbaycana səfəri zamanı başlayır, bizim Avropa Komissiyamızdan əla münasibətlərimiz var, Avropa ilə əla münasibətlərimiz var, amma indi bugün yenə də deputatları verə qabağa onları hədəf almağa başlayıbdır. Mən belə düşünürəm ki, Sevinç xanım, bunlar hamısı bir oyun da ola bilər. Yəni, İlham Əliyevə bir daş atıblar. İlham Əliyev o daşı daşla cavab olaraq verib. Həmçinin bu Türkiyənin hədəf alınması, yəni ki, bir neçə gün və ya həftə sonra yenə də Türkiyə ilə münasibətləri eləyəcəklər. Televiziyalarda Türkiyədən qardaşlıqdan, həmçinin İlham Əliyev yəqin ki, hansısa bir Avropanın bir media kanalına müsahibə verəcək, yenə bugün hədəf aldığı o Avropanı yenə də başlayacaq tərifləməyə. Bu, belə başa düşürəm ki, bu, mən şəxsən bunu görmüşəm, illərlə də baş verir, bundan sonra da baş verəcək. Bunlar hamısı sonu gəlib bir oyuna dayanır. Mən belə başa düşürəm. Bəli, bir oyuna. Başqa bir şey, yəni əslində Aşpanın qəbul eləmiş olduğu qətnamədə Azərbaycandan olan qaçqınlarla da bağlı deyilir və hətta deyilir ki, Avropa ölkələrinə müraciət olunur ki, onlara daha həssas yanaşın, onların məsələsini ignor etməyin, o cümlədən onlara qaçqın statusu vermək məsələsində də, bilirsiniz, bu mənə həqiqətən o belə dünyanın ən avtoritar ölkələri ilə bağlı verilən qərarı da xatırladır. Bununla bağlı fikirləriniz. Bəli, artıq Sevinç xanım, bu qaçqın məsələsi bu dəqiqə Avropanın diqqət mərkəzindədir. Məsələn, Avropada yaşayanlar, İlham Əliyevə hədəf alanlar, ümumiyyətlə qaçqın, İlham Əliyev rejiminin əlindən qaçmış, Avropaya sığınmış. Bugün biz hamımız Avropanın, hətta bilmirəm siz gördünüz, ya yəqin ki görmüşdünüz, artıq bu qaçqın məsələsi BMT səviyyəsində artıq həll olmağa, belə deyim, müzakirəyə çıxarılır. BMT-də artıq hər kəs, bütün dünya, tək Avropa deyil, BMT, ümumiyyətlə, dünya mediaları da artıq Azərbaycanlı qaçqınların
həyatı təhlükədə olduğunu anlayır. İlham Əliyevin həmin bu qaçqınlara sui-qəsd planladığını artıq bilir. Bununla bağlı dəfələrlə çağırışlar edilibdir. Bununla bağlı artıq ən son dünyaca məşhur Human Rights Watch beynəlxalq təşkilatı Azərbaycanda İlham Əliyevin demək bilirsiniz ki, Azərbaycanda artıq söz demək mümkündür. Səsini çıxaranları şərləyib həbsə atırlar. İlham Əliyevin xaricdəki o transmilli cinayətləri, bununla bağlı Human Rights Watch böyük bir məqalə yazdı və məqalədə indiyənə kimi Azərbaycanlı qaçqınların, mühacirlərin Avropada hədəf olmağa, onlara sui-qəsdlərin, terror aktlarının, ağır cinayətlərin olması kəskin şəkildə pislənilmişdir. Yəni deyirəm, bu Avropanın həqiqətən ciddi nəzarətindədir. Mən ümid edirəm ki, bundan sonraki aşamalarda bunun üzərinə daha çox gediləcək. Mən hətta tələb edirəm ki, bununla bağlı İlham Əliyevə ciddi sanksiyalar gəlməlidir bununla bağlı. Artıq bu transmilli cinayət başqa bir ölkənin ərazisində öz vətəndaşının hədəf alınması bu artıq beynəlxalq cinayət sayılır. Bu cinayətə görə İlham Əliyev şəxsən ciddi məsuliyyətə cəlb olunmalı, şəxsən ona qarşı sanksiyalar tətbiq olunmalıdır. Mən ümid edirəm ki, bu yaxın günlərdə baş verəcək. Mən buradan hətta xahiş və çağırış edirəm ki, bununla bağlı İlham Əliyevə çox ciddi, çünki hər bir mühacirin, hər bir qaçqının bugün Azərbaycandan kənardakı həyatı təhlükə altındadır. Bilmək olmaz. Məsələn, Vidadi İskəndərli bir anın içində sakitlik, mən sizə bir şey də əlavə edeyim. Bu hadisələr əsasən ortalıq sakitləşən kimi baş verir. Məsələn, Vidadi İskəndərlinin ölümü sakinlik, biraz ortalıq sakinləşən kimi baş verdi. Eləcə də həmçinin Məhəmməd Mirzəliyə olan hücum da həmin bu situasiya ilə baş vermişdi. Bu gün də ortalıq sakinlikdir, fikir verin. Mən əminəm ki, İlham Əliyev bu dəqiqə yenə də bir çirkin cinayət planlaşdırır. Yenə də hər hansısa bir cinayəti Avropadakı siyasi qaçqını, mühaciri hədəf almağı planlayır və bununla bağlı diqqətli olmaq lazımdır. Yəqin ki, Avropa Parlamenti bunu ciddi nəzarətə götürəcək. Avropa Komissiyası ümumiyyətlə beynəlxalq təşkilatlar və beynəlxalq medialarda. Bugün Əliyevin Dövlət Təhlükəsizlik Xidmətinin səlahiyyətinin genişləndirilməsi ilə bağlı fərmanı imzalanıb və fərmana görə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında fərmanda dəyişiklik edilib, belə bir erməni budaq cümləsi. Amma söhbət ondan gedir ki, Azərbaycanın strateji obyektlərinin mühafizəsi bundan sonra və eyni zamanda belə deyək, strateji insanların, şəxslərin yaxud müstəqil dövlət agentliyi tərəfindən mühafizə olunan şəxslərin mühafizəsi DTX tərəfindən həyata keçiriləcək və bununla da DTX-nın səlahiyyəti daha da genişlənmiş olacaq. Bəli, mən də oxudum. Bugün o məlumatı mən də oxudum. İlham Əliyev bilirsiniz ki, hər ay artıq Azərbaycan Respublikasının konstitusiyasını öz ata mülkü kimi istədiyi formada dəyişir. Sanki Azərbaycan Respublikasının konstitusiyası Heydər Əliyev tərəfindən yazılıb və İlham Əliyev onu atasının davamçısı olaraq istədiyi formada dəyişə bilir. Və bu gün də DTX-yə səlahiyyət verildi. Xüsusi mühafizə tələb edilən. Təbii ki, buradan biz nəyi anlaya bilərik? Əlbəttə ki, birinci növbədə İlham Əliyev özü və ailəsini prezident aparatının nəzarət tutur. Görün, mən bilmirəm, burada bir neçə sual ortaya çıxa bilər. İlham Əliyev acaba qorxu içindədirmi? İlham Əliyev nədən narahatdır ki, bu qədər demək, strateji obyektləri, yəni onun və ailəsinin, həmçinin özünün və ailəsinin yaşadığı yerləri ciddi şəkildə nəzarətə götürülməsi. İkinci bir sual ortaya çıxır ki, Sevinç xanım, İlham Əliyev acaba DTX-yə bu qədər mi güvənir? Niyə o biri dövlət qurumları, məsələn polisə acaba İlham Əliyev artıq güvənmirmi? Polisə qarşı onun güvəni itirmir ki, bugün bütün ən əhəmiyyət kəsb edən obyektləri şəxsən DTX-yə çağırdı. Mən bir şey xatırlatmaq istəyirəm. Yadınızdadır, Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun zamanında da ona böyük bir zərbə gəlmişdi və həmin, belə deyim də, o gizli planın ortaya çıxmasından sonra dərhal
MT'nin hamısını dəyişdi, yeni bir DTK yaratdı, yeni bir kadr yaratdı, yeni bir rəhbər gətirdi, təyin oladı. İlham Əliyev bu gün özünün və ailəsinin, həmçinin prezident aparatı və Milli Məclisinin ətrafının, yaxınlarının DTK-ya verilməsi, hətta belə deyim də, Milli Qvardiya və prezidentin mühafizə xidməti. Təsəvvür edin ki, bütün bu qurumları İlham Əliyev qoruyan bu qurumların özünü də DTK qoruyur. Bilirsiniz bu nə deməkdir? Bu DTK-ya belə deyim də, böyük bir güvəndir. Bu güvən nədir? Yəni, mən sənə güvənirəm. Mən inanıram ki, sən məni, ailəmi, ətrafımı qoruyacaqsan, zəmanət verirsən ki, mənə qarşı heç bir sui-qəsd olmayacaq, mənə, ailəmə qarşı hər hansısa bir təxribat olmayacaq. Yəni, %100 sənin qoruman altındayım və bu, yenə deyirəm, nədir bu güvənin səbəbi? DTK-ya bu qədər mi güvənir ki, bu qədər konstitusiyanı dəyişir və ona böyük bir imtiyazlı səlahiyyətlər verir. Yəni, burada həm də bir neçə də bu... Mən elə gəlir ki, burada DTK-ya inamla bağlı, inam qədər əslində digərlərinə inamsızlıq da əhəmiyyətlidir. Bəli, polis məsələn, polis. Yəni, normalda qoruma işinə kim baxır? Polis baxır. Nə oldu? İlham Əliyevin polisə olan o inamı itdi mi? Nə oldu birdən-birə ancaq bütün, belə deyim də, öz canını İlham Əliyev DTK-ya həvalə elədi? Necə? Bəs prezident mühafizə xidməti var idi, xüsusi dövlət mühafizə xidməti var idi, polis var idi, bəs alfa, beta, gamma, nə bilim, qrupları var idi, eləcə də digər hansı ki, xarici kəşfiyyat xidməti var idi, nə bilim, digər İlham Əliyevi qoruyan 10.000 dənə dövlət qurumları var. Bəs onlar hara getdi? Xırda, böyük fərq etməz. İndi bugün hamısı bu dəqiqə, bütün hamısına DTK nəzarət edir. Nədir bu? Çox maraqlıdır. Burada həqiqətən bir maraqlı və burada, orada demək yazılanlardan digər şeyə də başa düşdüm ki, Səmiz xanım, o səlahiyyətdən həmçinin səlahiyyətlərə aid olan bir hissədə, məsələn, ola bilərmi ki, həmin bu səlahiyyətlərə daxildir, həmçinin insanları rahat şərliyib həbs eləmək, hətta yalnızdadırmı, Gəncə hadisələrində evlərə girib insanları öldürmək, açıq şəkildə artıq qanunu formaya gətirib insanları nəinki şərləmək, artıq onların evlərinə girib onları öldürmək. Belə bir xüsusiyyət də, səlahiyyət də yəqin ki, DTK-ya verilib ki, İlham Əliyevə fərqi yoxdur. Həm Azərbaycanın daxilində, həm də ki, Azərbaycandan kənar bir xarici ona qarşı bir sui-qəsd dərhal ölümcül, belə deyim də, ölümcül cavab ateşi ilə susturulmaq İlham Əliyevə. İlham Əliyev DTK-ya belə bir səlahiyyət veribdir. Həqiqətən yenə də məndə böyük bir sual doğurur ki, niyə DTK, niyə bütün bu şeyləri, niyə bütün bu dövlət qurumlarının hamısının əlindən alıb sadəcə DTK-ya verir? Bu günlər əskər ölümü də bir həqiqətən ağır problemlərdən biri. Mən bir videonu burada nümayiş etdirmək istəyirəm. Çasta, Quliyev Şirxan, 812 nömrəli Çasta, Quliyev Şirxan, Söhrəboğlu, Cəbrayıl rayonu bayankomatından gəlmiş. Uşağımla 2 gün əlaqəm olmayıb. 2 gündən sonra uşağımı 812 nömrəli Çastın tibb məntəqəsində öldürərək mənə ölüm xəbərini veriblər. Xahiş edirəm dövlət orqanları, çox xahiş edirəm, səsimə səs verin. Bax, belədir, hər şey belədir. Həqiqətən dəhşətli bir video görüntüdür. Görün, Səmiz xanım, vəziyyət nə yerə gəlib çıxıb ki, artıq öldürülən əskərin anası hərbi hissəyə daxil olub. Belə deyim, oranı basıb, ora hücum eləyib və öz haqqını tələb edir orada. Azərbaycanda bu günə kimi, mən sizə deyim, yəni bu tək bu video deyil ki, indiyənə kimi, xüsusən də Dövlət Sərhəd Xidmətində nə qədər əskərlər ölübdür, öldürülübdür, bilmirəm, müəmmali şəkildə və təbii ki, bugün bilir ki, hərbi xidmət keçənlər bir dənə baxın, deputatın, nazirin, məmurun balası varmı? Baxın, bu fəryad eləyən anamız da hansısa bir kasıb ailənin üzvüdür. Onun övladı da həmin kasıb ailədən yetişdirilmiş, 18 il zülm əziyyətdən böyüdülmüş, vətənə əmanət edilmiş və nəticədə
18 il bir ailə bu uşağa böyüdür, başa çatır. Amma 18 ay bu dövlət o əskərə sahib çıxa bilmir. Nədir? Azərbaycan xalqı. Sizə sual verirəm. Axı biz demişik, susmayın. Susduqca sıra sizə gələcək. Susduqca sıra sənə gələcək. Sənin qapın döyüləcək. Bir gün sənin qapın döyüləcək və sənin də balavın bax belə əskər balavın meydini gətirib üstüvə atacaqlar ki, özdə təzə indi şeylər çıxarıblar. Çayda boğuldu, tok vurdu, silahdan qeyri davranış və s. belə axı. Təsəvvür edin ki, əskəri xidməti bitməsinə 3-4 ay qalmış bir əskəri müəmmalı şəkildə ölür və açıqlama verirlər ki, əskər silahdan ehtiyatsız davranış. Necə olur bu adam 18 ayın 15 ayını xidmət edib, hərbi xidməti başa vurmağına 3 ay qalır. Sən buna necə durub belə ad qoyub, damğa vura bilərsən ki, bu əskər silahdan, necə yaxşı 15 ayda bu əskər hələ də silahdan davranış qaydalarını siz buna öyrətmədinizmi? Nə baş verir Azərbaycan ordusunda? Azərbaycan xalqı, Azərbaycan əskər anları, Azərbaycan valideynləri, sizə mən müraciət edirəm. Niyə bu barədə bir video çəkib paylaşmırsınız? Niyə bu barədə, bax hər dəfə biz paylaşırıq, indi də göstərdik. Bu əskər anası görün nə vəziyyətdir ki, artıq girib hərbi hissənin daxilində etiraz edir ki, mənim övladımın necə öldü, bunun gəlin açıqlamasını verin. Azərbaycan xalqı, bugün burada izləyənlər var, əskər anları var. Burada bizi izləyən nə qədər əskər anları var. Oturub gözləyirsən ki, sıra sənin balana gəlsin. Bir gün sənin də balanın bir gün meydini gətirib atsınlar üstünə ki, tok vurdu, çayda boğuldu. Niyə bu barədə bir dövlətin təbii ki, heç vecinə ödür? Məsələn, ən çox dövlət sərhəd xidmətində əskər ölümləri baş verir. Artıq ay ərzində 3, 5, hətta 10 əskər ölümü baş verir. Amma heç bir nazirliyin, generalın vecinə deyil. Yaxşı, bu məsuliyyətli şəxslərin vecinə deyirsə, bəs ay əskər anası, necə sən bunu qəbul edirsən ki, sənin balanı öldürüb üstünə meydini atırlar və sən heç bir şey demirsən. Ən azından bu valideyn kimi əlinə bir telefon al, çıx, qışqıra-qışqıra, gir hərbi hissəyə, tələb elə bunu. Nə qədər ki, bir susacaq, sıra sənin balana gələcək. Orada narahat olmayın, heç bir deputatın, nazirin balası orada gedib ölməyəcək. Nəyin ki ölmək? Nəyin ki onların meydi gəlmək? Heç onlar xidmət dövrü keçmirlər. Hamısı bu dəqiqə yay tətilində xarici ölkələrdə, Dubayda, Londonda, Parisdə istirahət edirlər, 7 ulduzlu otellərdə. Bugün o istidə 40 dərəcə istinin altında xidmət aparan sən kasımın balasıdır. O da ki, Allahın ümidindən qalıb ki, sənin balan əskərlikdən, özün də yaxşı bilirsən ki, o bala əskərlikdən sağ qayıdacaq ya sağ qayıtmayacaq. Bugün Azərbaycan müharibə də bitirdi. Əvvəllər deyirdi ki, ermənilərlə də nə bilim müharibə, ay nə bilim, hər an atəşkəs postula bilir. Yaxşı, necə baş verir? Bugün müharibə yoxdur, Azərbaycan xalqı. Sizə sual verir. Bugün müharibə yoxdur, artıq o Amerikada deyirlər, sülh imzalandı, artıq Ermənistanla müharibə olmayacaq. Necə olur müharibə olmayan şəraitdə bizim hər gün əskərlərimiz ölür? Ay Azərbaycan xalqı, ay Azərbaycan valideyni. Niyə bu barədə bir çıxıb video çəkmirsiniz? Sual vermirsiniz prezidentə, ali baş komandana, ordunun rəhbərinə. Niyə sual vermirsiniz ki, bugün qeyri-müharibə şəraitində necə olur əskərlər ölür? Səbəbi nədir? Bəlkə öldürülür, bəlkə nə üçünsə öldürülür. Bu barədə özünüzə sual vermirsinizmi? Həqiqətən bir faciəvi bir şeydir, amma biz bunu normal qəbul edirik. Övladdan əziz şirin yoxdur. Sənin övladı öldürüb gətirib balan üstünə atırlar meydini. Sən heç bir şey səslə də çıxarmırsan. Hə nədir? Gəlib orada DTX işçiləri qorxudur gözünü. Polislər də gözünü qorxdular ki, səsini çıxarma. Yaxşı, səsini çıxarma. Onda bir-bir sabah Əlinin, Bürsücün Məmmədin və Əlinin hamının bir-birinin balasını öldürsünlər. Atsınlar üstünə. Bir də baxacaq ki, artıq kasıbların, artıq bütün hər ailədə bir dənə kasımın balası əskərlikdə meydi qayıdıbdır. Nə vaxta kimi davam edəcək bu? Qeyri-müharibə şəraitdə, müharibə də yoxdur deyən müharibədə öldü. Necə olur bu? Bu həqiqətən bir ciddi bir məsələ oldu. İllərdən də danışırıq bu haqda, illərdən də danışırıq. Artıq bu neçə? Müharibə də bitdi. 2020-ci il, sonra 23-cü ildə səhv bilmirəmsə bu antiterror əməliyyatları dedilər, nə dedilər? Orada bitdi artıq 3 ildir. 3 ildir müharibə yox, amma 3 ildə müharibə olmuyor, bəlkə bir 300-dən əskər ölüb dinləyən qədər. Ne deyək? Bəli. Nə vaxt bu barədə özünüzə sual verirsə, niyə? Nə üçün öldürülür? Kim tərəfindən öldürülür? Necə baş verir? Bəli.
Manaf bəy Cəlizadə, təşəkkür edirəm sizə Manaf bəy. Təşəkkürlər, həqiqətən. Minnətdaram. Sağ olun. Çox sağ olun.